Salam. Analitik xidmət sizinlə əlaqə saxlayır Guru Markets. Korporasiya haqqında bəzi xülasə məlumatlarla başlayaq. Aşağıda hər bir parametrə daha ətraflı baxaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Tədqiq etdiyiniz korporasiyanın hər bir parametrini daha ətraflı öyrənə bilərsiniz. İndi biz şirkətin cari fundamental göstəricilərini təhlil edəcəyik. United Health Group, ticker, UNH. Bu icmal 19 may 2025-ci il tarixinə cari məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifata görə Guru Markets şirkət United Health Group Inc. alt kateqoriyaya aiddir. Medstrak təhlildə 18 təşkilat iştirak edir ki, bu da kifayət qədər reprezentativdir. Sözü gedən şirkət üçün ümumi nəticə belədir, 10 baldan 2 bal. Alt kateqoriya üzrə orta bal, 2,5 bal. Geniş baxsanız, bütövlükdə bazar çərçivəsində. Bütövlükdə bazar üzrə orta reytingin 1,9 bal olduğunu görə bilərsiniz. 2 ballıq reytingə qarşı United Health Group. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi United Health Group və alt kateqoriyalı şirkətlər. Son 12 ayda səhmlərin olduğunu görəcəyik United Health Group mənfi 43,2% dinamika nümayiş etdirib. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı mənfi 21,5%. Bu qətiyyən heç nə demək deyil, amma bu faktı yadda saxlamaq lazımdır. Təşkilatın bazar kapitallaşması United Health Group 264,82 milyard dollar təşkil edir. 515 milyard dollar bazar kapitallaşması ilə alt kateqoriyadır. United Health Group 51,383% paya malikdir və alt kateqoriyanın əsas lideridir. Şirkətin balans dəyəri 95,1 milyard dollar olaraq qiymətləndirilir. Alt kateqoriyanın balans dəyəri 229 milyard dollardır. United Health Group Inc. 41,468% təşkil edir. Birjanın səhmlərini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay United Health Group alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 51,383% təşkil edir. Balans dəyəri 41,468% təşkil edir. Bu, bazar dəyər payından 19% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi, PIS, -1 bal. Tədqiq olunan şirkətin 81,716 milyard dollar maliyyə öhdəlikləri var. Borcun balans dəyərinin 86%-ni təşkil edir. Şirkətin maliyyə öhdəliklərinin qiymətləndirilməsi, keçərli, 0 bal. Şirkətin qiymət qazanc nisbəti 12-dir. 13,6 alt kateqoriya üçün orta göstərici ilə bu, alt kateqoriya üzrə orta göstəricidən 12% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin fond bazar dəyərinin mənfəətə nisbətinin qiymətləndirilməsi, yaxşı, 1 bal. Son 12 ayda mənfəət 22,108 milyon dollar olub. Növbəti 12 ay ərzində gələcək mənfəətin 24,451 milyon dollar olacağı gözlənilir. Bu, indiki vaxtdan 10,6% çoxdur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 0,6-dır. Alt kateqoriya üzrə orta göstərici 0,5-dir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 20% yüksəkdir. Bazar qiymətinin gəlirə nisbətinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, keçərli, -0,5 bal.
Son 12 ayda gəlir 410,90 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlirin 449,390 milyon dollar olacağı proqnozlaşdırılır. Və bu, indikindən 10% çoxdur. Proqnozlaşdırılan gələcək satış göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Marjinallıq 5,4%, alt kateqoriya üzrə orta göstərici isə 3,6% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 1,8% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayında şirkətin payı 57,361% təşkil edir. Bu, bazar kapitallaşma payından 12% çoxdur. Və bu fakt şirkətin bircə qiymətinin balanssızlığını göstərir. United Health Group Inc. çox güman ki, qiymətləndirməyə doğru. Təşkilatın bir işçisinə düşən bazar kapitalının məbləği 662.000 dollara bərabərdir. Və alt kateqoriya üçün 739.000 dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 10,4% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin bazar kapitalının qiymətləndirilməsi yaxşı 0,5 bal. Bir işçiyə düşən mənfəət 55,3 dollardır. Alt kateqoriya üzrə orta qiymət 54,4 dollardır. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 2% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin bir işçisinə düşən gəlir payı 1025.000 dollardır. Alt kateqoriya 1,506 dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 47%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi keçərli 0 bal. Alqı-satqı əməliyyatlarının həcmi 1%, alt kateqoriya üzrə orta hesabla 1,4% təşkil edir. Bu, qısa bir sıxılmanın potensial riskinin qiymətləndirilməsidir. Texniki göstərici RASI 14 şirkət üçün %20 səviyyəsini göstərir United Health Group Inc. Alt kateqoriyada isə RSI səviyyəsi 14-34%dir. Orta hesabla alt kateqoriyanın qiymətli kağızları şirkətin qiymətindən yüksək qiymətləndirilir United Health Group Inc. Şirkətin cari səhmlərinin dəyəri təxminən 292 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən 414 dollardır. Faktiki qiymət və konsensus proqnozu dinamikası təxminən 42%dir. Sifariş cədvəlinə baxaq, o hamı üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəlində cari mövsümdə məlumat və arayış sistemi tərəfindən tamamilə ictimaiyyət tərəfindən qəbul edilmiş bütün qərarlar var. Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin qiymətləndirməsi nəticəsində United Health Group. İnformasiya sistemi Markets aşağıdakı qərar qəbul edilir. Sövdələşməni açmayın, çünki cari video baxışdır. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara təşəkkür edirik. Markets.